Tam veteran idi. İki ayağı minəyə düşdü. Ondan sonra bir ayağına hökumət şey qoydu, nədir, protez. Sonra da özünü tanımayan bir alçaq vurdu maşından tikə-tikə elədi, deyil oğlum. İki ayağı yox idi. Biri buradan divdən, sən də bağışla, popuşuna qədər yox idi. Biri də buradan yox. Bunu protez idi. Sonra 2020'də pensiyası dayandırıldı. Mən qohumum, əqrəbəm, kimsəm qalmır. Bir qardaşım idi, o da getdi. Bu dünyada tək qalmışım. Oğlum pensiyası dayanandan sonra özüm indi işimə görə 320 manat. Pensiyası nə dayandırıldı ki? Bilmirəm ki, dayandırıldı, dedi, öldü, qurtardı. Bundan sonra da televiziyada o buna qədərlərdə düzəlmədi. Özüm 320 manat aldım. 150 manat ev kirəsi verim. Ya rəhmətli qardaşım ata evini satdı, çıxdı, getdi Rusiyaya. Onu da orada öldürdülər. Qaldım uşaqdan. Yoldaşım da mən 21 yaşında o vaxtı 81'də xərçəng xəstəliyin nə olduğu bilinmirdi da ki, bu nədir, nə deyilü bilinmirdi. Heylə də mən sonra evdə yox, eşikdə, qapılarda oğlumu böyütmüşəm. İndi 320 manat alıram, 150 manat ev pulu verirəm, 170 manata yaşaya bilərəm. Qabaqlar işləyirdim, qolumu görsən yer bellirdim, xalça yuyurdum. Qollar sənətlərim də var, qollarım çıxır, işləyə bilmirəm. 65 yaşın içindəyim. Hara gedim? Qohumum yox, əqrəbəm yox, qızım yox da, oğlum yox, kimsəm yox. Məcbur olam. Deyirlər dilənçi, nə gəldi deyirlər. Sən tayların meşədə ağac qalmayıb, hava öləsən, belə falan. Mən qorxmuram. Əli, bilirsən, ürəyim qurban. Mən qorxan üz yoxdur məndə. Niyə? Çünki bu dünyada yaşadım, yaşamadım. Elə bir insanlardan rast gəlmişəm ki, inanırsan, əlimi atıb, onu söküb üzünə belə çırpmışam, oğlumun cavan ruh haqqı. Çünki mən haqsızlığa gələn ana deyiləm. Haqsızlığa. Mən çox şey eləyiblər ki, ay belə eləyər, elə, heç nədə. 15 gün komada qaldım. Səndən rəx ajından mən yeni klientə qaldım. Məcbur oldum bura girdim. Başa düşdün mü Əli? Məcbur oldum. Heç kim qapımı döymədi. Bir vaxtda televiziyadan mənə kömək oldu. Ev birliyimin kürəsini verdilər. Kamil Zeynallı ağzında protezi düzəltdi. Ondan sonra nə bilim, Rahil Əmitli bir dəfə mənə produkt getdi. Hamı çəkildi, getdi. Qaldım mı ortalıqda? Məcburam ya gedəm metroların yanında dilənəm, Əli. Ya da burada o silikonlulara atırlar, onlara atırlar. Mən kimsinə yox. O üzdanraqlara atınca mən deyirəm ki, bir dəfə də mənə biri gəlib, Əli, atsa ki, ala ana, atıram. O kartı oradan götür. Mən onu götürməsəm, bir də ağzım açsam, Allah mən bəlamı versin. Amma yox, mən kimsin ancaq gəldi, meymuna gündəsən, nə bilim, nə deyir, 2 manat başını kraskala, nə gündəsən. Mən də deyirəm, mən şəxsən qorxum yoxdur, amma yenə deyirəm, sənin... Bu insanlara, belə üz istəyirəm, sözünü kəsirəm, bu insanlara diqqət eləməyin. Bunlar bana deyərlər, açmı belirlər. Sənin şəklini qoyub gəlib mənə spam atırlar. Mən də biləm ki, sən dölsən. Mən də biləm sən... Spam atmağına da işləm olmur, prosta deyirəm. Yəni, bu insanların boş fikirlərinə heç çox fikirlər. Yəni, adam günə 10 manat pul alıb, gəlib mənə də məsləhət verir. Bu insanlara diqqət eləmək lazım deyil. Amma Əli, inan ki, yorulmuşam, gözəl balam. Amma mən də çox pis oluram. Məsələn, bir Azərbaycan qadını yaşa dolandan sonra bu dərəcədə yaşayır. Çünki məcburam. Bax, indi vaxtı xəstəyim səndən üraq. Yalvarıram, deyirəm, ay uşaqlar, nə olar? Mən sistemimə kömək eləyir, nə olar bir... Ay, yox, bunlar ancaq yazırlar. Sənin tayların belə, ay bala, yaxşı da bildik. Ay, gəlin Azərbaycan, ay Əli, deyirəm, Azərbaycan oğlu döysüz. Döymürsən Azərbaycan oğluyam. Namusun götür, gət, at denən, atırıq. Al ayağına, get. Onu dedi, nə yaxşı bir deyə bilirsən, nə gündəsən, meymun oxşursan, çaqqalı oxşursan, nə bilim, vərəmə oxşursan, onsuz da vərəməm, müalicə alıram ki, aclıqdan vərəm də oldum.
O qədər. Bu sözlər mən yəni demək istəyirəm ki, Əli, mən heç kimdən nə qorxmuram, nə eləmirəm. Mən səni Azərbaycan balası kimi çox istəyirəm. Mənim üçün də təfavütü yoxdur. Lap canım bağlandı, bağlamadı. Eşidib bəziləri o şeylər var, nə dəri. Mən Azərbaycan oğlanlarına deyirəm Azərbaycan oğlu, Azərbaycan xanımı. Demirəm ki, sən də baxşı ay çaqqallar. Mən o çaqqallardan qorxmamışam heç vaxt. Əli, mənə deyiblər, o bəziləri, gəl bizim canımıza, o üzdanıraqlar, bəzisi, gəl bizim canımıza səhə pul yığaq. Əli, and olsun oğlumun, qardaşımın cavan ruhuna, mən onların canlısına girib, deməmişəm ki, hamısını bloklamışam. Bax, məni oğlumun, qardaşımın yanına üzü qara gedim. Mən bloklamışam hamısını ki, birdən canlıma gələrlər, mənə hədiyyə atarlar. Onda da mənə deyərlər ki, kül başına bu boyda anaya baxıyor, gör kimə yalvardı, kimin çörəyini yedi. Başa düşdünmü? Mən heylə bir anayam. Kimsə mən deyə bilməz ki, haram oğluma pul yedirdirmişəm ya da yemək. Özüm də yeməmişəm, yemərəm də. Bax, mən ona görə deyirəm, mən sənin xətrini həqiqətən də çox istəyirəm. Həqiqətən də bir Azərbaycan balası, kənarda olan bütün Azərbaycanımız istəyir, harda olur olsun, hamısını çox istəyirəm, amma içində var. Bir nəfərə getdim, yazdım, dedim səndən pul istəmirəm, mənə produkt al, gətir, məni bloka atdı. Niyə qocalar evinə gedirəm? Yazırlar, get qocalar evinə. Niyə gedirəm? Getmirəm. Öləndə çöldə öləcəm. Qocalar evinə getmişəm. Mən söz vermişəm oğluma. Oğlum ölməmişdən deyir ki, qocalar evinə zadına... O bilmirdi ki, onun pensiyası kəsiləcək. Elə bilirdi ki, davam eləyəcəkdir. Olsun. Mən belə də günün birində vaxtıma az qalıb olsa, vecimə də belə. Mən söz verirəm, qısa. Olar. Nə olmur? 65 il Azərbaycanda, vətəndə yaşayıb sonu bu vəziyyətdə olmaqdansa 40 il ölkə kənarında yaşayıb o vətənə həsrət qalmağı seçərəm. Bax, mən sənə nə deyim, Əli? And olsun Allahın biriyinə, mən şəxsən, mən özüm bilsən də şeirlər də yazıram, tək mən hərdən özümü o qədər günahlandırıram. Sən başın ağrımırsa, oğlum üçün dediyim bir şey ya, deyirəm ki, ay oğlum, günahkaram mən, özüm boyda ahuzaram mən, yuxularımda varsan ay oğul, bağışla ay oğlum, bağışla məni. Sevinç nədir bilmədim ki ay oğul, heç səni ürəyimdən ata bilmədim, heç sənə bir sevinç də verə bilmədim, bağışla ay oğlum, bağışla məni. Bağışla ay oğlum, ağ olmuşam, sənin üzünə bəlkə də ağ olmuşam, sınmış arzularımla qalmışam ay oğlum, bağışla ay oğlum, bağışla məni. Mən özümü bağışlaya bilmirəm, tək mənim ağlım onda olaydı, mən oğlumu götürüb getməsəydim, Allah mənim bəlamı versin. Mən o qədər peşmanam ki, insanları mənə indi qaraçı, siqan, gör nə gün desən, dilənçi, sonsuz, nə bilim, acından ölən, nə bilim. Mən şəxsən, indi niyə getmirəm, mən sizə deyim də, mənim atama, anama, qardaşıma, oğluma Quran oxudan daha heç kimim qalmayıb, Vəli, bir dənə özüməm. Bir dənə özüm qalmışam, onlara Quran oxutmağa bir dənə özüm qalmışam. Özüm də bir sabah öləndən sonra heç bilmirəm. Bir-iki yanımda adam var, onlar bilirlər ki, oğlumun, atamın, anamın, qardaşımın məzarı hardadır. Heç kim bilmir. Üzülü sağ bir dənə Arap şeydir. Hello. Seval boyda bizden geçti. Sen orada kart hesabın var. Var rem qurban, var rem sən qurban. Köməyin olsun. Rahat Uşaqlar, keçin kart hesabına dəstək olun da. Mən də canlı bağlayandan sonra atarım sizə. Allah razı olsun, rem qurban, narahat Ya olun. mən dua eləmə. Dua eləmə. Yo,
Da onsuz da mən yenə deyirəm, mən həmişə sənə baxıram, Zivərə də baxıram, hamıya baxıram, hamısına Azərbaycan kənarda həmişə də dəstəkləyirəm, qorxum da yox. Adım Abdullayeva Göyçək Qadir qızı. Həmişə də dəstəkləyirəm, kimdənsə də qorxum yoxdur. Aşağı kimsə mənə gəlib ağıl verməsin. Kimlənsə mən ağıl alan ana deyiləm. Heç kim mənim üçün sıfırdır. Kimsə gəlib mənə burada nə? Çünki mən yetərincə kartda limit var uşaqlar. Deyir kartda limit var, qoy bu birisini qoyum. Uşaqlar bir limit axı böyün heç atan da olmayıbdı. Heç gənə dünən bir manat atan olmuşdu. Dayan qoyuram. Dayan qoyuram. Sen Zelli birbaşa özün atabilmezsin ona rahat. PayPal şey istemesen de. At gönderin problem yok. Bir kartı dilen indi ben de sen bir kardeşimiz var mı dostum. Atma heysem peyderem. Şeyin içine kapital kart verifti. Biri şey yazılıb Uzer, biri de yaz Azerbaycan. Hansını koyum şöyle? Sana hası rahatlısa ona da ben seferli yok. Hatta problem yok. Bəli, uşaqlar, zarın yox, Tolikin verilişində. Azərbaycanı qoyum, yaxın uşaqlar, qoyuram. Qoyuram. Və 1652. Black ice coffee. Yep. Tüm var, kirinliklərdə, profildə var. Profildə var uşaqlar, girin o karta. Aşağıda mən 2 kart qoya bilmirəm aşağıda. Bunu bir təhər qoymuşam. İçəridə profilə gəl kimsəsiz ana. Bir də yuxarıda yazılı uşaqlar, kimsəsiz ana. Aşağıda mən sabitləyə bilmirəm. Elə şey sabitlənib də orada var profildə. Bir nəfər eləsin, bilmirəm nətər eləsin. Deyə bilərəm ancaq. Table 10. 52. Yes. 52 39. 6.49. Yeah, Ali. Ali? Yes. 52 39. 52 39. Önde 15. kalan talasma diyersen. Bir saniye Allah'ım da cevap. Ya. Ben vaktim yok değil. 5 dakika bağlayacağım. Bizim kardeşimiz de pul atıp onu atım sana. O uşaqlar özümün də Abdullayeva Göyçək Qadir qızı. Mən heç it yerinə qoyan var ki, bir kimin də kartı olar. Mən özüm elə bayquş kimi bu kirələrdə elə qalam. Heç qapımı da döyən yoxdur. Dinerlerden. Bax yazdı, Azərbaycan klubu sabitdə. Misna, Allah razı olsun. Aşağıda mən moderator kimə verim? Ay sənə verdim. Azərbaycan sonra klubdur nədir? Yox, məni təqib al verim. Təqib al. Deyib, bax, burada yazıbdır. Uşaqlar, birinci səhvdir. 52 39 52 39 15 17 52 26 57 47. Kimsə nə? 53 39 15 17 52 26 57 47. Ay sağ ol. 20 manat atdı kimsə. Ay uşaqlar, matador yoxdur burada. Kim deyir mən canıma gəlmirlər ki. 52 39 mod verin. Verim sabitlərəm qırval. Mən bilmirəm ki. Elədim, verdim. Ay adı neydi bunun? Kalite. Verdim sağ, hə deyə.
Ay uşaqlar, nə bilim Qahirə nədir? Nə bilim ay uşaqlar, nələr yazırsınız Qahirə? Yani öz kartınızı adınızı yazmayın. Eləmin böyle şey. Yazarsınız. Sizde var biraz. Aşağılar kartı dalbadal yazmayın sən Allah. Şeyə gedəcəkdi valla. Burada da hamı çıxıb gedirsiniz, amma yenə də mən qalaram elə. Atırlar, hə, boş ver, nə qayra. Yo, verdim mod şeyə verdim. Ay kalite mod sizə verdim yazında. Yaza bildiniz, kalite sən vermişəm də ay kalite. 52 39 15 17 52 26 57 47. Nə bilim ay Allah. Allah özü bilən məsləhətdir. Atan atsın, atmayan da canı sağ olsun. Allah razı olsun. Görüb indi dava eləyəsi də öyle. Kalite mərmər qranit sizə vermişəm də, şey eləyin də, sabit deyil. Nə bilim. Hə, neysə, nə bilim ay Əli, həyatdır da. Gəldi. Sen 90 neçə manat pul gəlməlidir. Bizim kardeşimiz pul göndərdi ona. 21, hə, gəldi. Allah razı olsun. Allah köməyin olsun. Ay Əli, civiz onlar. Kardeşler atırdı. Qardaşların elə hamısının Allah razı olsun hamımızdan. Uşaqlar moderator elədim. Əli Allah razı olsun. Əli and olsun Allaha, mən ona görə səni elə qoşdum. Anam demə. Mənə açıqlama vermə. Ona görə qoşulmadım. Prosta demə, Açıqlama vermə. həmişə demək istəmişəm ki, mən səni həqiqətən də elə Azərbaycan oğlu kimi bilirəm. Heç kimlə də qorxum yoxdur. Bəzən burada gəlib şeyləyirlər ki, sən bilirsən ki, o kimdir. Mən bilirəm. O Azərbaycanın dəyərli oğlu. Kimsədən qorxum yoxdur. Kimsə özü mən canımı vurmağı şey eləməsin. Sağlığınıza... Bir şey vermə onlara. Canını bağlayayım, o biri kart hesabını bu telefonda mən də atarım sana. Hoş ver onlara. Allah olsun. O, Bəli. Bak 65 yaşında sen o kimlə deyər yaşın keçmişsən artıq. Yəni o kimlə deyər. Ömrüm elədir. Ay Əli, sən talış balasısan, yazıb talış. Talış, ay, sən xəbərin var talışlar elə həmişə mənə çox kömək eləyir. Talışa mərdürəyi var. İnanırsan, ah dişim yox idi də, sınmışdı. Ah dişimi talış oğlan, talışı mərdürəyi protezimi o düzəltdirdi. Elə bax burada, o da xaricdə olur. Ağa, talışın cındırı da var, yaxşısı da var. Mən ümumiyyətcə, sən baş verdim, Azərbaycandan başqa dünyanın heç bir yerində bu söhbət yoxdur. Filan yerdənsən, filan yerin adamı yaxşıdır, filan yerdən. Bu yalnız bizdədir. Bu kasıb xalqlardadır bu düşüncə. Rayon söhbəti, rayon bazlıq, nə bilim, öz rayonunun adamlarını sevmək, zədəlmək, bu kimi şeylər. Yəni, məsələn, Amerikada belə bir şey yoxdur. Bu Kaliforniyalıdır, bu qeyrətli oğlandır. Bu belə bir şey yoxdur. Bu New York'tandır bu namuslu qızdır. Belə bir şey yoxdur. O yalnız bizdədir belə. Misal üçün, Texas cəmaatı qonaq sevərdir, qonaq pərvərdir. Yoxdur. Kasıb və boyunluğa doğru gedən xalqlardadır. İnsanları pulla, pulsuzluqla sınağa çəkib, yalnız ağızla idarə edən toplumlarda belə şeylər olur. Misal üçün, filankəs filan şeydir, filankəs filan. O buralarda düz deyirsən. Əli, ürəyim qurban, sən bir sual verə bilərəm. Ay Əli, ürəyim qurban, bu harda olur olsan, özün insan beynində, axı bu hara getsən, sən, qanun eynidir. Bu insanlar niyə başa düşmür ki, insan hara gedir getsin, dünyanın axırında da olsa deyir Azərbaycanlıdır, Azərbaycan bala. O boş şeydir, Azərbaycanlı, qıra. Bax, mən sənə bunu izah edeyim ki, vallahi onlar hamısı boş şeylərdir. Baxın, bugün mən ermənidə olsaydım, eyni adam olacağım.
İtalya'da olsaydım eyni adam olacağım. Her gidelim. Düz. Biz normalda, normal düşüncədə danışanda filan şey eləmək olmaz, pis hərəkət eləmək olmaz, söymək olmaz deyən şeylərə diqqət edirik ki, belə misal üçün, insan bəzi şeylərə özü İraqlara, İraq. lazım pozğun ailədə dünyaya gəlməyi özü seçmirlər. Düz. Yəni bax düşün ki, bu günləri sən erməni bir ailədə dünyaya göz açmısan. Bu sənin günahındır mı? Bu günahdır mı? Yox. Ya da dünyaya göz açmısan sonra da pis misən? Pis adam mı olsan avtomatik? Yox. Bizə necədir? Bu günləri səbəbsiz yerə bizim etdiyimiz düşmənliklər itirilən. Bax, sən misalsın, oğlun dünyasını dəyişib, şəkini vurmuşsan, oturmuşsan. Oturmuşdun. Amma Allah rəhmət eləsin. Amma o səndən başqa heç kəsin vecinə deyil. İnansan buna. 100%. And olsun Allah'a 100%. İndi burada belə bir şey var. Bəzi insanlar dərk etmə yaşları o tərəfdə yalandan öz kart atanlar var qarşı tərəfə. Azərbaycanlı da erməni olsa eləməz o şey. Öz kartların yazırlarsa o tərəfə, demək ki Azərbaycanlıdır. Bunu bilin, əmin olun. Bence o tərəfdə kartların yazırlarsa Azərbaycanlıdır. Erməni olsa onu heç vaxt eləməz. Mümkünatı yox. Bax, mümkünsüz bir şeydir. Erməninin elə bir şey eləməyi qeyri-mümkün bir şeydir. Onlarda bizimkilər qədər qeyrətsiz çıxmıyor. Çünki bu araşdırmalar var. Hər yerdə, dünyanın hər yerində belə. Məsələn, Azərbaycandan sonra Rusiyada necə yaşamısan? Deyəcək ki, erməni mənə əl tutdu, məni sıxışdırırdılar, Azərbaycanı qoydu, atdı mənə ki, bu yaxşılmaz, danılmaz şeydir. Göydə də uçsaz, divara da dırmaşsaz, nə bilim, peyğəmbərlik yerinə də gəlib çatsaz bu belədir. Liboy Azərbaycandan sonra Rusiyada nə eləmişsən? Deyəcək, Azərbaycanı mənə soxuş gəldi, erməni mənə dayaq oldu, dedi, narahat olma, qoymaram sənə, düş, batırsınlar. Düz. Hə, qala, yəni sən o uşaq səndən başqa heç kəs önəmli deyil. Biz sadəcə yalandan ölməyi sevərik. Misal üçün, bu günləri rahatlıqla deyirik ki, hə, mənim övladım filan şəsərdə Allah rəhmət eləsin. Biz yalnız Allah rəhmət eləsin deyirik. Amma misal üçün, sənə desələr ki, övladın geri qayıtsa, övladının dırnağı bir də torpaq, hansını seçərsən? Nə var? Evladımı mən də biləm qayıtmışıq, amma mən sənə bir söz deyim. And olsun Allaha, elə bir Quran içindən deyim. Çünki mən gördüm ki, mən bu boyda arvad, aç susuz, bu dört divarın arasında qaldım. Əli, qapımı belə açan olmadı. Açan o and o bayramlar, oruçluqlar oldu, bayramlar oldu, şeylər oldu. Elə yəni mən bir iki paltar verən, mən bir də zibillikdən geyinirəm. Əli, yediyin o bərəkətlə and olsun Allaha, mənim qapımı açıb yarım kilo ət verən oldu. Mənim səhərimi belə açmadı, başıma dönürəm səni. Nə olur? Biləm. Ölüm ayağımın altında. Mən düşmən ölsün, düz deyirsən. Yəni sən dedin pis olacam. Bax sən belə danışsan, pis gündə yaşayışını deyirsən mənə. Bir qulaq as, bir zəhmət olsun sana. Sən bunu danışırsan, sonra mən gedib 2026 maşına oturub işə çıxanda mən narahat oluram. Mənim vicdanım məni narahat edir. Ki bir Azərbaycan qadını 65 il orada əziyyət çəkib, tər töküb, işləyib, dişi ilə, dırnağı ilə yaşamağa çalışır. Mən də burada parlamentimi qoyacam ağzıma, gedib işləməyəcəm. Başqa şeylər, özün necəsən? Özüm şükür, elhamdülillah. Amma nə qədər pul gəldi, ümumi nə qədər pul gəldi sən? Bilmədim, gərək çıxam baxam. 100 neçə manat var idi. Nə qədər? 100 neçə manat gördüm. Bax, elə o, mənim qardaşım elə 60 dollar pul atıb sənsin. Allah razı olsun, baxacam. Bax, nə qədər? Yoxsa biraz da atsınlar. Mən çünki indi bağlayacam, ona görə. Uşaqlar, qalx, Allah Qarşı hamısı. tərəfin modları, kim varsa orada, biraz ayıq olur da, başqa kart yazarlar, aldatmaq istəyirlər, çalış eləmir belə şeylər, qarşısına. Hoşum gəlib, rəng qurban, mən burada ağıl verməsin. Çünki niyə? Qapımı döyməyənlərə... Yenə izahat verir onlara. Yox, düz deyirsən, düz deyirsən. Allah, elə mi? Ay şey, mən şeirlərim var. Sənə bir dənə şiir açın. Sənə bir dənə şiir açın.
Bax indi sənin 100 neçə manat gəldi də, düzdür? Düzdür. İndi sən inanırsan ki, sənin o 100 neçə manatında belə gözü olanlar var. 1000%. Ben sana ne diyeyim? Mənə dedilər kartı at Rusiyada olanda. Sən pul ataq. Əli, inan ki, qəşə kartı çəkdim. Gəlkin sən ki, batdın. Ağıl yoxdur da. Baxdım ki, ay Allah, kartımda bir 20-30 manat da yoxdur. Mənə getdim şeyə dedilər, geri polis. Nə dedilər? Mənə dedilər ki, sənin kartın Dubayda qastinsiyaya ödənib. Çıxardıblar. Erməni idi onu eləyən, Azərbaycanlı. Yox. Dedi adını, familiyasını desəm belə, sən o pulu geri qaytıra bilməsən. Azərbaycanlı idi, Azərbaycanlı danışırdı. Hə. Heç inandırıcı gəlmir. Heç. İnanırsan, deməli, Azərbaycanlı belə şey eləyər. bir il mənə kapital kartı dedi işlətmə, ana dedi. Sən de, bəzi şeylər var, əli burada da demək olmur. Amma Bütün Azərbaycanda araşdırmalar nəticəsində dünyada bir dənə cındır vardı, bəs o mən idim. O necə olur? Başqa Azərbaycanda belə şeylər eləyir ki. ay uşaqlar, onun Əlim üçün üstündə qaldı. yox. Azərbaycanın sənin kartından pul oldu. Boy, araşdırıldı. Uşaqlıqda mənə elə deyiblər ki, ancaq ermənilər belə şeylər eləyir. Belə heç inanmağım gəlmir. Yalandır. O şeylərdə hamısı. Sonra qaytara da bilmədim. Elə qaldı. Sonra da mənə öyrətdilər ki, nənə, bir dənə şey ver. Arada da mən indi belləri kartı tam çəkət. Ucu görül elə billər ki, həmənki nənəyəmi. Kartı tam çəkət. Burada eləmək yox. Deyirlər ki, nənə inkişaf elib, ancaq rəqəmlərini atır. Hə, biri də dedi ki, mən 10 manat, mən indi sən pul çıxarda bilmirəm şeydən, kartda. Mənə depozit pul gəlib karta, 1000 neçə. Pul burada deyir 9 manat. Bax, koy və dedim, 9 manat attım. Ölüm ayağımın altından, nənəm mənim, anam mənim, telefon da açdı. Allah hamd olsun, o ölkədə yaşayanlara 5 qram hörmətim varsa, yəni bu qədər. Ay yani, ben kurban. Əvvəl indi yenə biraz salamzad yazanda cavab verirəm, salam deyirəm. O qədər danışacaqsan, salam yazanda bunları söyləyəcəm, eləmə. Allah, ben de attım hele, tövbe attım. Sonra dedi ki, diğer 10 manat da lazım. Sonra ayrıldım. Dedim 10 manatımı qaytarmasan. Sən mən 10 manatımı qaytarmasın. WhatsApp'da da yazmışsan. Hər neysə atdı da 10 manatımı qaytardı. Bayaqdan mən 100 manat, mən də şirinlikdim də. Ya deyirəm, indi mən 100 manat atacaq. Ona görə Əli, deyirik, aclıq qılınc çəkər, 3 manatdan çox sağ ol. Qılıncı mən də şirinlikdim ki, indi mən 100 manat atacaq da, 10 manat atacaq. Bizim qardaş 60 dollar pul atdı. Onun rəqəmini demədim. Bu da Manata ayrıca deyirsən. Bizim bir